Hər kəsi xoş gördük. Mən istəyirəm bugün sizi biraz bu Livegood şirkətinin rəsmi saytı ilə tanış edeyim. Baxın bu hissəyə, yəni bunu mən bilmirəm, abunə kabinetlərində görmək olur, səhv eləmirəmsə görmək olur, yalnız tərəfdaş kabinetlərində açıq olur bu hissə. Baxın burada leaderboard var, yəni liderlər lövhəsi. Mən burada daxil olub sizə bir şey göstərmək istəyirəm. Baxın, şəxsi referallardan gedir söhbət. Yəni üzvlər şəxsən bu şirkətlə tanış olunub, yönləndirilib. Bu xanım, hətta səhv eləmirəmsə Kitayın bayrağı da heç inan bayrağını tanımıram. Amma bu xanımın yönəltdiyi üzvlərin sayına baxın. 2500 nəfər. Biz burada deyirik ki, bir aya 2 nəfər də olsa qeydiyyat eləsən, bu gəlir olacaq, nə bilim abunə ödənişini özün ödəmiş olacaqsan və s. Amma görün bu xanım tək bir nəfər nə qədər insanı yönləndirib bu şirkətə. Buradakı fürsəti nə qədər yüksək dərəcədə dəyərləndirib. İndi mən sizə baxın Amerikadan bu Jeffrey Aman var və yaxud da ki başqa bir Crown Club var. Məsələn görürsüz burada 667 nəfər, amma bizə tanış bayraq görürük burada. Nərgiz Seçim Yıldız şəxsən mən bu xanımı bəzən görürəm Uğur bəyin iclaslarında 630 nəfəri şəxsi olaraq yönləndirib Livegood şirkətinə qeydiyyatdan keçirib öz referal linki ilə. Bu sizə asan görünə bilər. Yəni 630 nəfər şəxsi referal demək. O 630 nəfərdən də çox demirəm, tam yarısı. Lap deyək ki, 3də 1, 200 nəfəri sadəcə 5-6 nəfər gətirsə bu xanımın komandasını təsəvvür edin. Daha sonra gedək biraz da aşağıya. Mən sizə bir şey də göstərmək istəyirəm. Bu bayraq aranındasa görün nə qədər burada məşğul olan insanlar var və məşğul olmaqdan savayı bu nə deməkdir? 500 nəfər yönləndirib. Yəni burada top ulduzların, yəni referallarının maksimum çox olan insanlardır və bu bayrağı görün nə qədər var. Yəqin ki, təlimdən sonra mən bu çıxıb bu bayraqla maraqlanacağam, görüm haranındır və dünya üzrə ən çox Amerikada yayılıb Livegood. Təbii ki, vətən olduğuna görə güvən qazanıb. İkinci Birgül Acar xanım keçən dəfə Uğur bəyin iclaslarının birində qeyd etdi ki, artıq Business for Home saytında da Birgül Acarın şəxsi belə deyək də, yəni haqqında məlumat yerləşdirilib və bu da onun rekrutinginin daha geniş auditoriyaya təqdim olması deməkdir. Və şəxsi olaraq özü 393 nəfəri qeydiyyat edib. İndi bir dənə şey sizə göstərmək istəyirəm. Burada tanış ad görə bilərsiniz. Çoxdan bu biznesdə olanlar tanıyacaq. Tim Miller. Aylıq gəliri bu insanın bizə təlim verən zaman açıqlamış ki, $140,000. $140,000 aya deyir. Business for Home saytında qeyd olunub 78.000 aya qazanır, amma o köhnə məlumatlardır. Demək istədiyim odur ki, baxın, şəxsi olaraq neçə nəfər qeydiyyat edir? 335 nəfəri. Amma gəliri hazırda siyahının başında duran bu xanımdır, xanımdan çoxdur. Nəyə görə? Tim Miller və digər daha ağıllı Carrie Russell var, o da Amerika Birləşmiş Ştatlarındandır. Oleg Larichov var, Rusiyadandır. Bunlar başqa cür işləyirlər. Yəni hər kəsi öz adına referal qeydiyyat etmirlər. Komanda ruhlu işləyirlər və sistemləri daha dayanıqlı olur deyə daha az insanı dəvət etmiş olsa belə 335 nəfər dəvət etmiş olsa belə bu siyahının başında gələn bu xanımdan 2500 referalın olmasına baxmayaraq aylıq stabil gəliri çox daha yüksəkdir. Bunu nəzərinizdə saxlamaq lazımdır. Yəni bu biznesdə əsas məqsəd dayanmadan dəvət etmək deyil, inanın mənə. Burada sizinlə işləmək istəyən 3-5 tamamilə bu biznesi qavramış, özünküləşdirmiş, mənimsəmiş insanlar lazımdır. 3-5 nəfər.